Bəzi kəndlərimizdə yəni insanlar sürətlə yaşayış yerlərini tərk edirlər, böyük şəhərlərə və yaxud da daha yaxın rayon mərkəzlərinə üst tuturlar. Hətta elə kəndlərimiz var ki, düzdür, sayı azdır bunların, amma bir ailə və yaxud da iki ailə var. Hətta bəzilərində ümumiyyətlə heç məskunlaşma artıq yoxdur. Məsələn, kənddə yaşayan vətəndaşlara, kənddə işləyən müəllimə, həkimə, hər hansı bir güzəşt etmək və yaxud da kənddə yaşayanlara kommunal xərclərlə bağlı, kommunal xidmətlərin qiymətini belə də güzəştlərlə bağlı hər hansı bir mexanizm tətbiq eləmək lazım və yaxud hər hansı bir layihə etmək olmazmı ki, kəndçi öz yerində qalsın, öz yurdunda qalsın və o yaşayış yerlərimiz boşalmasın. Bu da çox ciddi problemdir. Düzdür, bu Azərbaycan üçün xarakterik deyil, amma dünyada bu proses baş verir. Biz də bunun qarşısını almaq üçün nə etmək lazım? Urbanizasiya, yəni şəhərlərə maraq bütün dünyada müşahidə olunur. Və şəhər əhalisinin də qlobal olaraq payı artır. Hətta növbəti illər üçün şəhər əhalisinin payını 70%-dən dünya üzrə çox olacağı proqnozlaşdırılır. Çünki şəhərlər infrastruktur baxımından, xidmətlər əl çatanlıq baxımından daha sakinlər üçün daha arzu olunandır. Amma sözsüz kəndlərimizdə, kənd sakinlərimizin kəndlərdə yaşaması və kəndlərimizin inkişafı da çox vacibdir. Çünki əslində məqsəd də olan ibarətdir ki, kəndlə şəhər arasında xüsusən kommunal xidmətlər və digər sosial xidmətlər baxımından fərqin minimumlaşdırılması davam etdirilsin. Əslində təhsildə və digər sektorlarda bəlli bir güzəştlər var, çünki koeffisientlər var və həmin əmsallar əsasında əmək hesablanır. Amma əslində bizim təklif etdiyimiz xüsusən kommunal xidmətlərlə bağlı məqamlardan biri kommunal bir sıra rayonlarımız var ki, xüsusən dağlıq ərazilərdə və ya iqlimi, relyefi nisbətən soyuq havalar daha uzun. Soyuq havaların çox olduğu rayonlarımız var, məsələn, Lerik rayonu və ya bir sıra digər rayonlarımız. Və o rayonlarda biz xüsusən də kommunal xidmətlər üçün, yəni işıq, qaz, su üçün o limitlərin, aşağı qiymət limitlərinin artırılmasını, yəni daha ucuz qiymətə həmin kommunal xidmətlərin təklif edilməsini məqsədə uyğun hesab edirik, satılmasını məqsədə uyğun. Çünki, məsələn, həmin ərazilərimizdə yaşayan vətəndaşlarımızın qış mövsümdə praktik olaraq mavi qaz istehlakı artır, çünki hava çox soyuq olur. Nəticədə limiti daha tez keçir. Amma limit çox olarsa, həmin bölgələrimizdə yaşayan vətəndaşlarımız daha ucuz qiymətə, daha çox təbii qazdan istifadə edə bilərlər. Bu da təbii ki, onların xərcinin azalmasına və sözsüz urbanizasiya prosesi baxımından urbanizasiya prosesinin qarşısının müəyyən qədər alınmasına gətirib çıxara bilər.